Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Ləman Qarazadə. Bugün sizlə 15 fevral 2026-cı il tarixində keçirilən magistr qəbul imtahanı suallarının izahına baxacağıq. Başlayırıq birinci listening sualları ilə, amma təəssüf ki, listeningi səsləndirə bilmirəm. Listeningin sizə bu dəqiqə mətnini göstərə bilərəm. Siz transkript vasitəsilə yazdığınız sualların doğru-yanlış olduğunu yoxlaya bilərsiniz. Biz əsas baxacağıq mətn suallarına, mətnlərin izahına. Amma əvvəlcə mən sizə listeningin transkriptini göstərim və siz skrinlərinizi götürün, doğru cavablarınızı yoxlayın, daha sonra başlayaq mətnlərin izahına. Bəli, gördüyünüz kimi bu bizim transkriptimizdir. İmtahana bu şəkildə düşmüşdü. Çox sadə A2, B1 arasında bir mətn idi. Səslənmədə də belə ciddi bir problem yox idi. Ümid edirəm ki, hər şey aydın olub. Buradan yazdığınız cavabların doğruluğunu yoxlaya bilərsiniz. Səhvlərinizi, aydın olmayan hissələri isə başa düşməyiniz üçün yenidən oxuya bilərsiniz. Gəlin biz keçək əsas mətnlərin suallarına. Başlayırıq birinci sualımızdan. Cümləni oxuyuruq. In one show, Darren competes against amateur chess player. Deməli, burada mən açar söz olaraq nələrə baxacam? Amateur, bilirsiniz ki, həvəskar deməkdir. Türk dilində də amatör sözü var. Chess players də şahmat oyunçuları deyir. Həvəskar şahmat oyunçularına against qarşıdır. Qarşı yarışırdı, döyüşürdü. Təbii ki, burada açar sözüm şahmat oyunlarıdır. Şahmat oyunçuları, yarışmaq və s. Mən bu hissəni tapmalıyam. İndi həmin hissəni sizə göstərəcəm. Baxın, bu hissədə yazıb ki, digər tərəfdən o şahmat oynayırdı 6 nəfər professional oyuncuya qarşı. Deməli, cavab olacaq B variantı. Çünki burada həvəskar yazıb, burada isə professional yazıb. Yəni, professional oyuncuya qarşı. İkinci sualda. Darren Burroughs shows include both ordinary and complicated. Complicated bilirsiniz ki, mürəkkəb deməkdir. Ordinary də sadə deməkdir. Deyir, onun göstərdiyi şovlara həm sadə triklər daxil idi, həm də mürəkkəb. Yəni, həm sadə, həm də biraz çətin olan, belə deyək, fokuslar göstərirdi, triklər nümayiş elətdirirdi. Baxıram həmin hissəyə. Deməli, yazıb ki, onun şovları are full of, dolu idi. Special kind of illusion, deməli, həm xüsusi illüziya növləri ilə. Sometimes, bəzən isə simple, sadə və bəzən isə mürəkkəb, very complex, çox mürəkkəb. Onda deməli, cavab olacaq A variantı. Üçüncü suala baxırıq, yazır ki, all of Darren Brown's show involved the same trick. Yazıb same trick, different ending. Bizim açar hissəmiz, baxacağımız isə bu hissədir. Deyir, onun şovlarına daxil idi, onun şovları əhatə eləyir. Same trick, eyni fəndləri, sadəcə müxtəlif sonluqları. Gəlin indi baxaq. Yazır ki, onun trikləri çox fərqli idi, ancaq nəticələr eynidir. Deməli, cümləni əks yazıb. Triklər eyni olmalıdır, triklər fərqli olmalıdır, nəticələr eyni. Burada isə yazıb ki, triklər deməli eynidir, amma sonluqlar müxtəlifdir. Sonluq həmişə eynidir, çünki o həmişə bütün sonluqlarda möcüzə göstərir, fokus göstərir, amma fərqli triklərlə. Ona görə cavabımız olacaq burada da B variantı, yəni əksinə yazıb. 4-ə baxıram, deyir ki, o ona öyrədilmişdir. Baxın, məhsul növ öyrənmişik. Məhsul növ was taught öyrədilib, ona kimsə tərəfindən öyrədilib. Hətta burada by da var, bundan da bilə bilərdik. Yazıb ki, deməli, ona kim tərəfindən, bir illüsionist tərəfindən öyrədilib bu triklər. Amma baxın, mətnin başlanğıcında o özünü təsvir eləyir və özü öyrəndiyini yazır. Burada yazmır ki, ona kimsə tərəfindən öyrədilib. Deməli, cavab olacaq B variantı. 7-ci suala baxırıq. 7-də deyir ki, o inkişaf elətdirib yeni şov formalarını necə? Yəni, necə inkişaf elətdirdi? Baxın, bu hissədə belə bir şey var. Deməli, yazır ki, o başlayır yeni növ şovlar öyrənməyə, bunların üzərində işləməyə. Necə işləyir? Gəlin, indi işlədiyi formalara baxaq, görək nə öyrənib yeni işlədiyi formalarda. Deyir ki, o birləşdirir magic tricks, sehirli triklərini, əl hərəkətlərini. Trick of mind, yəni psixoloji triklərlə artıq həm əl fəndləri ilə fokus göstərir, həm də psixoloji olaraq bir növ illüziya məsələsi. Yəni bu ikisini combine eləyir, birləşdirir. Combine sözü var burada. Mən də variantlardan buna uyğun cavab tapmalıyam. A variantı deyir ki, real master eləyir, belə bir şey yox idi. C variantı deyir ki, distinguish, fərqlənir, onun reallıqla illüziyası bir-birindən fərqlənir. C variantında deyir ki, o şahmat yarışlarına başlayır. D variantında deyir ki, connecting between the magic and audience. Audience-ı birləşdirir, yəni auditoriya ilə birləşdirir öz sehirli bacarıqlarını. Amma B variantına baxın, o inteqrasiya eləyir, yəni birləşdirir. Manual əl deməkdir, əl hərəkətlərini, sehirli əl hərəkətlərini. Mental illusion, mental illüziya ilə. Burada da mental sözünün əvəz eləyən nə var idi? Baxdıq, indi burada mind var idi. Deməli, cavabımız olacaq B variantı.
Bu hal-hazırda deməli C variantı üçün uyğun olan suallardır. C variantının suallarını izah edirəm. Keçirik 8-ə. 8-də deyir ki, fascinated sözünün mənası nədir? Bu söz 500 qəbula düşən sözlər listində də var idi. Okey, lap bilməyə bilərik, öyrənmədiyimiz bir sözdür. Gəlin mətndən tapaq. Yazır ki, insanlar onun kim olduğundan, onun bacarıqlarından hələ də əmin deyirlər, ancaq maraqlandıran nəsə var onlar haqqında. Yəni onun haqqında insanları maraqlandıran nəsə var. Fascinating. Burada qıcıqlandıran, distract, yəni karıxdıran, deceive, aldadan, bizə interested lazımdır. Əyləndirən də deyil. İnsanları hələ də onun haqqında düşünməyə məcbur edən, maraqlandıran nəsə var. Deməli cavab olacaq D variantı. 9-da gördüyünüz kimi, yəni çox da çətin deyil. Heç B1 səviyyəni demək olar ki, keçmir. Yəni normal şəkildə oxuyan tələbələr yaza bilərdilər. 9-cu suala baxırıq. 9-cu sualda bizə ola bilər indi tanış olmayan hər hansısa bir söz olsun, məntiqlə də yazmaq olar. Çünki bəzən variantların hamısı inkar, biri təsdiq olanda biz bunu yaza bilirik. Deyir ki, Darren Boren confess. Confess etiraf eləməkdir. Etiraf eləyir ki, nə etiraf eləmişdi? Baxın, belə yuxarı hissədə də göstərim bunu sizə. Bu hissəni yenidən silək və baxaq. O deməli nə etiraf eləyir? Deyir, öz uşaqlığını təsvir eləyir və o deməli göstərir bəzi texniklər və s. Bu hissədəymiş. Keçək bu tərəfə. Aha, o özü admit qəbul etmək, etiraf eləmək. Etiraf eləyir ki, onun sehirli gücü yoxdur. Nə də beyinləri oxumaq gücü yoxdur. O, yəni xüsusi bir şey eləmir. İnsanların beynini də oxuya bilmir. Sadəcə məntiqi analizlərin nəticəsində hər şey tapa bilir. Bunu özü etiraf eləyib. İndi mən onun etirafını yazmalıyım. A variantı deyir, o yaxşı oxuya bilir insanların beynini. Bu dedi ki, yəni insan beyni oxuyan deyiləm mən. Sadəcə məntiqi hərəkətlər eləyirəm. B variantı deyir, mental problemlərdən əziyyət çəkir. Belə bir şey də yoxdur. C variantı deyir ki, tədricən öz şöhrətini, adını, sanını itirir. Əlaqəsiz variant. D variantı deyir ki, o bacarmır məntiqi qərarlar verib izahlar vermək. Bu da səhvdir. Y variantı qalacaq burada təbii ki. Y variantında deyir ki, o hər hansı bir istisna belə fövqal təbii gücə malik deyil. Bəli, fövqal təbii bir talantı yoxdur onun. Yəni bunu özü də etiraf eləmişdi. Ona görə cavabımız olur Y variantı. Keçirik 10-cu suala. 10-cu sualda deyir ki, mətndə hansı suallara cavab var? Baxın, burada demişdim həmişə birinci sözlərə fikir verməliyik. What is, nədir? Nədir? Onun ən əyləncəli şousu hansıdır? Nədir? Heç mətndə görün şou adı varmı? Məsələn, filan yerdə keçirilən şou, filan tarixdə keçirilən şou insanları təəccübləndirdi, ən maraqlı oldu, ən əyləncəli oldu. Ümumiyyətlə belə bir şey yoxdur. 1-7. 2-də deyir ki, onun deməli yeni bu hipnozu öyrənmə və yaxud da sehr öyrənmə periodu nə qədər vaxt alıb? Mətndə illə bağlı, rəqəmlə bağlı heç bir şey yoxdur. 1 ilə öyrəndi, 5 ilə öyrəndi. Baxın, bu hissədən yəqin ki, sual verir. Çünki o burada artıq başlayır mentalla öz əl hərəkətlərini birləşdirməyə. Amma nə qədər vaxt alır bunu öyrənmək? Belə bir şeylə bağlı heç bir şey yoxdur mətndə. 3-cü suala baxıram. Deyir ki, how does Darren Boren describe his early childhood? O öz uşaqlığını necə təsvir eləyir? Mətndə uşaqlıqla bağlı heç nə yoxdur. Onun ilkin yəni bu işə başladığı haqqında məlumat bu hissədədir. Amma burada da uşaqlıqla bağlı heç nə danışmayıb. Bunu götürə bilmərəm. İndi 4-ə baxın. Deyir, hansı texnikalardan istifadə eləyir şoular zamanı? Gəlin baxaq. Texnikaların adını yenidən işarələyirəm. Diqqətlə baxın. Deməli, texnikalar. Magic tricks deyir, burada yazıb bax həmin cümləni. Deyir, o istifadə edir bəzi texniklərdən, hansı ki, hipnotizmdir, tricksdir, magic tricksdir və s. Yəni bir dənəsi belə olsa, adı çəkilirsə, deməli doğru cavab var ona. Və 5-də what did Darren Boren realize over time? Zaman keçdikcə over time. Realize anlayır. Nə anlayır o zaman keçdikcə? Baxın, bu hissədə yazıb ki, deməli, in the early days, kariyerinin əvvəlində o, deməli, bunları yaxşı öyrənib eləyə bilirdi. Ancaq yaşadıqca, yəni daha çox getdikcə, he realize, o başa düşür ki, o bu işi sevir. Ancaq həqiqətən onun maraqlandığı şey isə münasibətdir. Nə münasibətdir? Sehr və audience arasındakı münasibətdir. Yəni, sehri, elədiyi sehirləri, fokusları və bir də auditoriya qarşısında, yəni auditoriyanın ona reaksiyalarını sevir və başlayır ondan sonra insanların psixoloji tərəflərinə də təsir eləməyə. Ona görə də, yəni cavabımız olacaq burada hansı variant? Yenidən 5.
Bəli, cavabı olan suallara 4 ilə 5 daxildir. Gördüyünüz kimi çox sadə, bir neçə dəqiqəyə sürətlə cümlələri mətndən axtarmaqla tapa bildik. Heç mətni oxuyub tərcümə eləməyimizə ehtiyac qalmadı. Keçirik eyni qayda ilə ikinci mətni işləməyə. 11.1-dən başlayırıq. Deməli, yazıb ki, insan hipotermiya ola bilər. Onun temperaturu 35 dərəcədən yuxarı olsa. Baxın, burada yazır ki, fall. 35 dərəcəni tapıram, çünki mənim açar sözüm budur. Deyir, 35 dərəcədən aşağı olanda insan hipotermiya keçirir. Yəni, bu bədənin istiniliyinin sıfırlanması deməkdir. Burada da 35 dərəcənin üstü deyir. Ona görə false olmalıdır. İkinciyə baxın, deyir, hipotermiya zamanı bədən genləri istilik verir o tezliklə, yəni özünü soyutduqca bədən başlayır isinməyə. Təbii ki, yanlışdır. Çünki orada yazır ki, hipotermiya nədir? Baxın, bir medical condition da, medikal bir şəraitdir ki, insan, bədən öz istiliyini sürətlə itirir. Lose heat, istiliyini itirir. Amma burada yazıb ki, isidir özünü, onu itirdikcə. Yəni, mümkün deyil bu. Ona görə cavab B variantıdır. Üçüncü cümlədə, hipotermiya weakens a person may have unclear speech. Bəli, hipotermiya zamanı, hipotermiya zəifliyində insan qeyri-səlis nitqə malik olur. Artıq danışa bilmir, dil tutulur, bədənin temperaturu düşür aşağı. Bunu da burada hansı cümlələrdə göstərə bilərik? Baxın, deməli, bəzi insanlar deyir bu hissədə. Yox, bu hissə deyildir. İnsan davranışlarında ciddi problem yarada bilir. Bu zaman deməli, bircə dəqiqə diqqətlə baxaq. Aha, yuxarı hissədə qeyd olunub. Bəli, burada deyir ki, birinci bu abzasdan oxuyaq. Başda insan özünü isitməyə çalışır. Artıq əlləri bir müddətdən sonra hərəkət tutmur və yavaşlaşmağa başlayır. Daha sonra isə onun artıq beyin qarışır, insan özünü confused hiss edir və trouble, dəhşətli bir nitq ortaya çıxır. Yəni speaking artıq sıfıra düşür. İnsan danışa bilmir. Danışıq qabiliyyəti sıfırlanır. Bu aydın nitqi artıq trouble olur, dəhşətli olur. Yəni artıq insan danışıq qabiliyyətini itirir. Burada da eyni şeydir, unclear, aydın olmayan nitq. Yəni danışa bilmir insan. Ona görə cavab A variantıdır. Dördüncü suala baxırıq, deyir ki, when shivering stops, it can be an alarm. That body is on. Okay. Deyir ki, cümlənin tərcüməsi, titrətmə dayananda, artıq titrətmə dayanırsa, bədənin ciddi təhlükə altında olduğuna dair bir siqnal vermiş olur. Bəli, bu bir ciddi alarmdır, bir ciddi siqnaldır ki, bədən təhlükədədir. Titrətmə dayanır deyə. İndi baxın, bu hissədə elə bayaq baxdığımız 3-cü abzasla. Deyir, birinci titrətməyə başlayır insan və daha sonra hərəkət dayanır. Nəysə və bunun axırında təsvirdə yazıb ki, bu çox təhlükəlidir. Artıq titrətmə dayanırsa, insan hərəkətini, danışığını itirirsə, demək ki, bədən uzun müddət özünü qoruya bilmir və artıq təhlükədədir. Bu da alarm, siqnal çalır. Deməli, cavab A variantı olacaq. 12-də hipotermiya nədir? Biz bununla bağlı cümləni tamamlamalıyıq ki, buna hansı variant uyğun gəlir? Hipotermiya A variantı, məsələn, şiddətə görə dəyişir. Bəli, bu doğrudur. Bəzilərində az olur, bəzilərində çox olur. İndi digər versiyalara baxaq. Deyir ki, ilk mərhələdə gözə çarpmır. Mümkün deyil. Axı orada yazır ki, ilk mərhələdə insan başlayır titrətməyə. İndicə oxuduq bunu. Deməli, B səhvdir. C variantı deyir ki, müalicəsi yoxdur. Mümkün deyil. Orada müalicəsi üçün bəzi hətta məsləhətlər verib. Həkimlə bağlı, deməli, məsləhətlər var. Qorunmağın yolları ilə bağlı var. Ona görə C variantı da yanlışdır. D-də deyir ki, demək olar qarşısını almaq mümkün deyil. Təbii ki, yanlış olacaq. Çünki orada onun qarşısını almaq üçün deməli izahlar verib, həll yolu göstərib. Və Y variantı deyir, həmişə həyati təhlükə yaradır. Bax, bu həmişə sözünə görə səhv olacaq. Çünki only-dir, always-dir, all-dur. Bilirsiniz ki, variantda bu varsa mütləq şəkildə çıxmaq lazımdır. Çünki biz onu mətndən heç vaxt tapa bilmərik. Cavabımız onda olacaq A variantı. Keçirik 13-cü suala. 13-cü sualda deyir ki, alkoqol təsir eləyir insanlara hipotermiya zamanı necə? Yəni, alkoqolun bədənimizdəki təsiri nədir hipotermiya zamanı? Mən indi alkoqolla bağlı danışdığı hissəni tapmalıyam və həmin hissəni oxumalıyam. Bəli, bu hissədə görürsünüz, alkoqol sözü var. Deyir ki, bəzi insanlar digərlərindən daha çox risklidir. Ki, yaşlılar, uşaqlar və alkoqol qəbul eləyən insanlar. Misal üçün, bədən təhlükədə olan zaman alkoqol təhlükəlidir. Çünki onlar içkidən artıq özlərini isti hiss eləyirlər. Bədəndə istilik olur, temperatur olur. Ancaq bədən isə getdikcə temperaturunu itirir. Sən sadəcə bunu hiss eləmirsən. Çünki bədən temperaturunu itirdikcə artıq daxili istilik onu hiss etməyə imkan vermir. İndi biz bunu variantlardan axtarmalıyıq. Deməli, variantlarda A variantında qeyd olunur ki,
It raises body temperature. O bədən temperaturunu qaldırır. Əksinə və deyir ki, it raises body temperature at unusual rate. Yəni gözlənilməz dərəcədə, qeyri-adi dərəcədə bədən temperaturunu qaldırır. Bu təbii ki, yanlışdır, çünki orada bədən temperaturu düşür. Sadəcə içkinin təsirindən həmin insan özünü daha yuxarı temperaturda hiss eləyir, amma əslində olan bədənin temperaturunun düşməsidir, qalxması deyil. Ona görə A variantı yanlış olacaq. B variantında it conserve deməli bədənin ehtiyacı olan nutrientləri deyir qoruyur. Əksinə bu da səhvdir. Çünki orada elə bir cümlə yoxdur. C variantında deyir ki, it reduce, o azaldır bədəndə deməli istiliyin miqdarını. Əslində alkoqol azaltmır. Sadəcə o indi bu cümlə görəcəksiniz mətndə olduğu kimi var. O sadəcə isti hiss elətdirir və bədən temperaturunun azalması isə deməli nəyin nəticəsidir? Hipotermiyanın öz nəticəsidir. Yəni alkoqol azaltmır. Bu da getdi. D variantında deyir ki, it protects, o bədəni qoruyur. Və bu da yanlış olacaq. Y variantı qalır. Deyir, o elə bir hiss yaradır ki, əslində istidir, amma realda isti deyil. Yəni realda bədən temperaturu aşağıdır, amma o elə bir hiss verir ki, bədən güya öz normal temperaturundadır. Ona görə cavab Y variantı. Çünki orada olan cümlə tam olaraq da bu idi. 14-cü sualda deyir ki, 3-cü paragraf nə ilə başlaya bilər? 3-cü paragrafın əvvəlinə baxıram. Bu abzası oxuyacağım. Görün burada söhbət nədən gedir ki, mən də bura hansı cümləni qoya bilərəm. Deməli, cümləmiz belə başlayır. At first, birincisi, insan başlayır üşütməyə, yəni əsməyə, isti bir yerdə. Daha sonra əlləri artıq tutulur, hərəkət yavaşlayır və s. Deməli, bunu danışdı. Sonra keçir ikinci hissəyə. Sonra isə, deməli, burada nəsə bir mərhələli bir şey gəlir və bu mərhələləri izah edir ki, birinci insan bu cür olur, sonra bu cür olur. İndi mənim bura qoyacağım cümlə də bununla bağlıdır. Təbii ki, B variantı olacaq. Deyir, bədən başlayır artıq soyuqlaşmağa. Başlayanda bir neçə mərhələdə reaksiya göstərir. Yəni bədən artıq istiliyini itirdikcə bir neçə mərhələdə reaksiya göstərir. Birinci mərhələ at first, ikinci mərhələ later. Biz bilirdik ki, bu sualı həll eləməyin əsas yolu deməli mətnin abzasının başlığına qoyacağımız bir şeydir. Elə bir məntiqi cümlədir ki, ardıcıllıq tamamlansın orada. Məsələn, digər variantlarda burada nə bilim istilik dərəcəsinin azalmasıyla bağlı, digərlərində birinci reaksiya ilə bağlı, hipotermiyanın iki əsas səbəb nəticəsindən danışır, növündən danışır. Axı bu abzasda onların heç birinin açıqlaması yoxdur. Ən məntiqli versiya B variantı olacaq. Və sonuncu sualımız 15-ci sual mətninlə bağlı. Baxaq indi burada deyir hansı sualların cavabı var. 1. What should be done? Nələr olunmalıdır? Hipotermiyadan uzaq durmaq üçün, qarşısını almaq üçün nələr etməliyik? Gəlin baxaq görək nələr etməliyik. Burada cavabları varmı? Ən yaxşı yolu qarşısının alınması, quru paltar geyinmək, isti paltar geyinmək, özümüzü soyuqdan, yağışdan, küləkdən qorumaq, yaxşı qidalanmaq və s. Və hipotermiyanın əlamətlərini görən kimi həkimə müraciət etmək. Deməli, 1 var. 2-də deyir, onun ciddi simptomları nələrdir? Baxın, yuxarıda saydıq bayaq. Ciddi simptomlar hansılardır? Özünü yorğun hiss edir, yuxu gətirir, təhlükəli olur, bədən temperaturu itir, danışıq sıfıra düşür və s. Deməli, ciddi simptomlarda saydıq ki, simptomları əlamətləri deməkdir. 3-cü, nə qədər vaxt davam edir, deyir. Burada ümumiyyətlə vaxtla bağlı heç nə görmürük deyə bunu avtomatik çıxırıq. 4-cü, hansı medikal prosedurlardan soruşur? Həkimlər istifadə edir. Burada heç bir medikal, tibbi prosedur adı çəkilmir. Əməliyyat mı olunur, iynə mi vurulur, dərman mı atılır, sistem mi qoşulur? Heç bir tibbi prosedur adı çəkilmədiyinə görə sadəcə doktorun burada bir adı çəkilib ki, yəni nəyəsə, yəni bir sadə bir cümlədir. Heç bir prosedur adı yoxdur deyə bunun da cavabı yoxdur. Və 5. Deyir, hipotermiya ilə bağlı o geniş yayılmış inanc nədir? O inanc nədir? Gəlin baxaq. Deyir, hər kəs düşünür ki, hipotermiya yalnız soyuq havalarda baş verə bilər. Amma fakta görə o həmçinin isti havalarda və bədənin 35 temperaturdan aşağı olduğu bütün hallarda baş verə bilər. Onda deməli bu bir mifdir da. Yəni hər kəs inanır ki, hipotermiya ancaq soyuqda ola bilər. Ən çox inanılan şey nədir? Elə bu faktdır. Ona görə də cavabımız burada olacaq. 1, 2, 5, yəni bu sualların cavabı var. İndi isə keçirik qrammatika hissəsinə. Qrammatika hissəmiz əvəzlik mövzusudur. Digər videolarda da qeyd eləmişdim ki, əvəzlik mütləq düşəcək və gördüyünüz kimi bir əvəzlik sualıdır. Necə işləyirik bunu? Nöqtədən əvvəl gələn ismə baxmaqla. Nöqtədən əvvəl gələn söz isim olduğuna görə what işlənə bilməz, what ancaq feillərlə olur. V-yə də işlənə bilməz, çünki yer bildirən söz deyil. Cottage nə? Cottage, hansı cottage? Orada dayanan cottage. Deməli, burada ancaq which olmalı deyə bir dənə variantımız uyğun gəlir, o da C variantıdır. İkinci tərəfə də baxa bilərik.
Kotej hansı ki dayanıb harda? Yolun sola dönən hissəsində. Bax, o dönən hissədə dadə şəkilçisi var deyə, ikinci tərəfdə də V olacaq. Deyir, həmin kotej bizimkidir. 17-yə baxıram. Həmişə demişdik, ən çox başlayan variant doğru cavab olur. 1-2 ilə başlayan variant var. Bir də 4 ilə. 4 ilə başlayan olsa deyir ki, sən heç onu yoxlatmısan. Söhbət nədən gedir? Hələ bilmirəm. Ona görə 4-cü ilə başlada bilmərəm. Axı birinci sual verməliyəm, bilim nədən gedir. Sonra deyim onu yoxlatsın və yaxud da nəsə başqa bir şey. Məlumat verilməlidir bunun haqqda. 2-yə baxırıq onda. Deyir, mən istifadə olunmuş bir maşın gördüm, hansı ki çox mükəmməl görünür. Amma əmin deyiləm, onu alım yoxsa yox. 2 ilə başlayır. Okey. İndi bu nəsə deməlidir digər şəxs. B var, 4-cünü qoyacağam yəqin ki, deyir ki, sən onun servis tarixini yoxlatmısan, yəni o maşının texniki tərəfini yoxlatmısan, bu çox vacibdir. Deməli 4 ilə davam edir. 5 ilə olsa deyir exactly, dəqiqliklə. 2-dən sonra 5-in gəlməsi çox məntiqsiz olardı. 1 ilə başlayan bir variant var deyə bilirəm ki, bu cavab ola bilməz. 4 də sualla başladığına görə cavab ola bilməz. Deməli, Y variantı olacaq. Sona qədər tərcümə də eləyə bilərik. O da deyir ki, hələ yoxlatmamışam. Satan adam deyir ki, çox yaxşıdır və mən əmin olmaq istəyirəm bundan. O da bir də deyir, sən onu birinci test driver'a götürməlisən ki, yəni sürüb test eləməlisən. Daha sonra bu yolla sən bilə bilərsən ki, o necə işləyir. O da deyir ki, yaxşı ideyadır. Mən həmçinin bunu xahiş bilmək istəyirəm ki, heç qəza olubmu bu maşında? O da deyir ki, exactly, əlbəttə dəqiqliklə. Sən everything good looks, hər şey yaxşı görünə bilər, amma if everything good looks, hər şey yaxşı görünsə, yəni hər şey yaxşı olsa, sən danışıb qiymət barədə də razılaşa bilərsən. Onda cavab olacaq Y variantı. 18-ci sual, zaman sualı, hər kəsi çaşdıran sual. Bu çox sadə idi əslində. Left var, keçmiş zaman, keçmişə aid olmalıdır. İndiki varianta çıxmalıyam. Məsələn, burada bir dənə have got var idi. Bilirəm ki, uzlaşma pozulub, D variantı gedəcək. Digər variant, burada when var idi. Biz bilirik ki, when'dən sonra bitmiş zaman işlənməz. Ona görə bitmiş zaman ortada hissədə olan variantı çıxıram. Məsələn, Y variantı da getdi, C variantı da getdi. Qalırıq 2 dənə variantın arasında. Biri A variantıdır, biri də B variantıdır. İndi deyir ki, mən saat 10-da evi tərk etdim. Ancaq mən çox uzaqlaşmamışdım, hadn't gone. Və xatırladım ki, I remember, açarlarımı unutmuşam, yoxsa qapını kilitləməyi unutmuşam. Qapını kilitləməyi unutmağım ən keçmiş olan hadisədir. Yəni, keçmiş bitmiş zaman olmalıdır. Cavab olacaq A variantı. Yəni, evdən çıxdım saat 10-da, bunu dəqiq vaxtını deyirəm deyə, keçmiş sadə zamandır və çox uzaqlaşmamış, yadıma düşdü ki, qapını bağlamamış getmişəmmiş. Yəni, 2 qat keçmiş zaman. Getməyim keçmiş, qapını bağlamamağımsa ondan daha keçmiş. Onda had forgotten olur. Cavab olacaq A variantı. 19-cu sual, sual cümlələri ilə bağlı bir testdir. Deməli, burada nəyə baxırıq? Birinci tərəfin istifadə olunan köməkçi feili, modal feili, ikinci tərəfdə sual vermək üçün lazımdır bizə. Və biz baxırıq ki, burada have to modal feil işlənib. Have to modal feili yeganə modal feildir ki, sualı inkarı do does'la düzəlir. Özü ilə düzəlmir. Və burada təsdiqdirsə, biz demişdik ki, vergüllü suallarda ikinci tərəf inkar olmalıdır. Qısa inkar. Have-in sualı inkarı indi burada don't-la düzələcək. Çünki burada təsdiq verib. Onda 1-ə olacaq A variantı. Bura yazıram A. İkinci. Yenə had to modal feilidir bu dəfə. Yəni, haddən, have-dən sonra to gəlirsə, bu ancaq modal feil olmalıdır. Başqa cür ola bilməz. Had to modal feilinin sualı inkarı isə did-lə düzəlir. Və baxıram ki, burada da təsdiqdir. O zaman didn't qoyacam. Yəni, burada da olacaq B variantı. Üçüncü, has to-dur. Yenə eyni modal feili veriblər. Yəni, tarixin bəlkə də ən asan modal feil sualıdır. Has to modal feili sualı inkarı nə ilə düzəlir? Has to does-la olmalıdır və burada təsdiqdirsə, orada da inkar olacaq. Deməli, doesn't və aktrisa qadın olduğuna görə she qoyuram. Burada da olur D variantı. Onda cavabımız olur 1-ə A, 2-yə B, 3-ə D, C variantı. Və sonuncu, lüğət sualımız. Deməli, nə edirik? Bu look-la olan, take-la olan, put-la olan ifadələri əzbərləyirik. Burada deyir ki, translate eləməmişdən əvvəl, məqaləni translate eləməmişdən əvvəl bütün sözlərə lüğətdən axtarmalısan, baxmalısan. Look after qayğısına qalmaqdır. Look like bənzəməkdir. Look forward səbirsizliklə yolunu gözləməkdir. Look around ətrafında dolanmaq. Qalır look up, axtarmaq. Hətta bu cümlə lüğətdə bu cür yazılmışdır. Look up something in dictionary. Lüğətdə nəsə axtarmaq. Sırf look up sözünün mənası lüğətdə nəsə axtarmaqdır və tam şəkildə də yerinə oturan bir cümlə veriblər.
Gördüyünüz kimi çətin bir şey yox idi. Sadəcə ola bilər bəzilərimiz həyəcandan nələrsə qaçırmışıq, bəzilərimiz diqqətsizlik etmişik. Hələ də yəni son deyil, ikinci şansımız var. Bu səhvlərimizdən nəticə çıxararaq ikinci cəhdə daha yaxşı hazırlaşa bilərik. Bu günlük bu qədər. Hər birinizə uğurlar. İnşallah nəticələriniz ürəyiniz istəyən kimi olsun. Növbəti videolarda görüşərik. Hələlik.